Azərbaycan Şamat Federasiyasının rəsmi YouTube kanalından hər birinizi salamlayıram. Mən Gülnar Məmmədova, Qadınlar Arasında Milli Komandanın üzvü Beynəlxalq Qrosmeyster. Bu gün sizlərə təqdim edəcəyim oyun keçən ilin Avropa çempionatında olmuşdu. Miguel Ceksiriyə qarşı mən qara fiqurlarla oynayırdım. Y4, C6. Mən daha çox Y4 gedişdən Y5 oynayıram. Ancaq yəni C6 da digər gedişlərdə oynayıram. C6 gedişinə isə həmin 2025-də nadir hallarda oynayırdım. Rəqibə C6 sürprizi etdim. At F3, D5. At C3. Burada bir çox gediş var. J6, D kimi. Mən isə rəqibə qarşı sırf onun oyununa hazırlaşmışdım. Ona görə fil J4 gedişini seçdim. H3, fil F3, vəzir F3, Y6. Burada növbəti gedişlər at F6, at D7 kimi düşünürdüm. Eyni zamanda ağların burada bir neçə seçimi var. D3 gedişi var, D4 gedişi var, fil Y2 də var. Ancaq rəqibim J3 gedişini oynayırdı və mən də J3 gedişinə hazırlaşmışdım. D4. D4 oyunu daha çox oynanılan gedişlər sırasında deyildi. Ancaq mən ona görə, yəni sırf rəqib hazırlaşmasın deyə, ona sürpriz olsun deyə D4 gedişini seçdim. D4 gedişinə burada at B1 və at Y2 gedişləri əsas gedişdir. At B1 isə daha dəqiq gediş idi və rəqib at B1 gedişini etdi. Və burada da bir neçə gedişlər sırası var idi. Mənim əslində D4 gedişini seçməkdə məqsəd H5 gedişi idi. H5 gedişi mənim çox xoşuma gəlmişdi. H5 gedişinin ideyası H4 gəlmək idi. Burada ağlar məsəl üçün D3 gedişini gəlsəydilər, mən H4 gedişini oynayacaqdım. Və buna görə rəqib bir xeyli düşünəndən sonra özü H4 gedişini gəldi. Daha sonra isə mən fil B4 gedişini, bu ev hazırlığı idi. Fil B4 gedişinə baxmışdım. Fil B4-ün də məqsədi ondan ibarət idi ki, gördüyümüz kimi burada D2 xanasındakı fil piyada D3 xanasına gələ bilmir, çünki şah zərbə altındadır. Və buna görə fil B4 gedişi çox bəyənərək, yəni ev hazırlığında etmişdim və bu çox xoşuma gəlmişdi. A3, fil A5. Burada A3-dən başqa C3 gedişi də var. C3 gedişi düşünürəm ki, yəni oynamalı gedişlər sırasındaydı. Mənim yenə də istənilən halda əsas ideyam at D7, vəzir B6, bu at F6, daha sonra Y5 xanasına getməyi düşünürdüm. Ancaq burada rəqibim A3 gedişini seçdi. Fil A5, fil J2, at D7. At D7-in də məqsədi at Y5 gedişi gəlməkdir. Təbii ki, ümumiyyətlə Y5 xanasını mən at üçün hazırlaşmışdım və istəyirdim ki, növbəti gedişlərdə D3 gedişini edim. Burada düşünürəm ki, B4 gedişini rəqib gəlməli idi. B4 gedişinin məqsədi, yəni fil C7, daha sonra D3 gəlmək. Düzdür, bu vəziyyətdə də qaranın müəyyən qədər üstünlüyü var. Fiqurlar çox aktivdir, istədiyim vəziyyət alınırdı. Ancaq yəni rəqib burada qala qurma gedişini etdi. Qala qurma isə çox səhv gedişdir. Qala qurmaya burada 2 gediş var idi. At Y5 gedişi mən oyunda etmişəm. İndi ona geri dönüş edəcəm. Burada J5 gedişi də vardı. J5 gedişi ümumiyyətlə çox qəşəng gedişdir. Yəni məqsəd istənilən halda, yəni gələcəkdə H4 kimi gedişlər, at Y5, yenidən ancaq şaha hücum keçirilirdi həyata. Burada at Y5 gedişindən sonra vəzirə hücum. Vəzir düşünürdüm ki, Y2 və yaxud da B3 xanalarına geçsəydə daha yaxşı olardı. Ancaq rəqibim biraz daha pasif oynadı, vəzir D1. Burada isə artıq 2-yə yaxın üstünlük verir. Bunun da əsas səbəbi gördüyümüz kimi vəzir cinahında olan bütün fiqurların hərəkət etməməsidir. Eyni zamanda ağlar D3 gedişini həyata keçirmədi və D3 gedişini oynaya bilmirsə, deməli mənim oyuna hazırlığımda olan fil B4 gedişi, yəni çox uğurlu saymaq olar deyə düşünürəm. B4. B4 gedişinə fil B6 gəldim. Fil B6 yox, yəni fil B6-dan sonra da üstünlükdə, ancaq oyundan sonra analizdə fil C7 gedişi daha yaxşıdır. CD gedişdən yenə də J5 və birbaşa HC, H4
ağların şah cinahı artıq darmadağın olurdu. Hardasa artıq -4 üstünlüyü olurdu. Ancaq mən burada fil B6 gəldim. Fil B6-dan sonra biraz üstünlüyü azaldı, amma yenə də ağlarla oynamaq düşünürəm ki, çox çətindir. Çünki ağların heç bir figuru oyunda deyil. Fil B2, Y5-dəki ada hücum edir. Vəzir D6. C vurur D. CD də gedişi yaxşı deyil. Burada CD-nin əvəzinə A4 yeganə yaxşı gediş sayılırdı. Figurları oyuna çıxmaq üçün. Ancaq A4 gedişini etmək də həqiqətən insani cəhətdən çox çətin gediş idi. CD. At vurur D3. At D3-dən sonra B2 xanasındakı fil vurmaq istəyirəm. J3 xanasındakı piyada. Zərbə altında da çünki fil B6-dan J1 xanasına baxır. F2 vurmaq mümkün deyil. Ağlar fil J7 vurdu. Fil J7 yaxşı gediş deyil. Burada təbii artıq çox böyük üstünlük var. Ancaq buna baxmayaraq vəzir J3 gedişindən sonra oyun udulur. Yəni amma oyun vaxtı oynayanda təbii ki vəzir J3 oynayanda fil H8-i hesablamaq lazımdır ki, dəqiq həyata keçirmi, dəqiq düzgün gedişdimi. Fil H8. Fil H8 gedişlə mən at F2 vurdum. Ancaq at F2-dən əlavə fil F2 gedişdə çox gözəl oyun qurtarırdı. Əslində at F2-ni hesabladığıma görə daha sonra fil F2-ni hesablamamışım. Ancaq burada da baxdığımız kimi şah H2, at Y1, J2 xanasındakı fil vəzir Y2 vurmaq, vəzir J2 vurmaq istəyirəm. Vəzir Y1 olarsa, yəni artıq vəzir itirilir burada. Mən isə burada fil F2, at F2 gedişi oynadım. Hal-hazırda D1-dəki vəziri vurmaq istəyirəm. Top F2, vəzir F2, şah H2. Şah H2-yə əslində burada bir neçə gediş oyunu qələbəyə aparır. Ancaq ən qısa yol və qaralar artıq üst gedişə mat var. Vəzir F4, şah H3, şah H1 gedişinə yenə də vəzir H4, daha sonra fil H3, vəzir H3 matdır. Şah H3 gedişinə isə burada fil F2-dən sonra oyun qurtarır. Çünki vəzir J3 mat istəyirəm hal-hazırda. Əgər vəzir F3 gəlsə isə vəzir H4 matdır. Əslində orada bir neçə yaxşı oyunum olmuşdu. Ancaq deyərdim ki, təbii ki, bu cür xoş qələbə və yaxşı debüt hazırlığı olanda insan növbəti turlarda daha da yaxşı oynamağa inam verir. Bu mənim ən sevdiyim oyunlar sırasındadır. Bu qədər. İnşallah növbəti videolarda görüşəndək. Sağ olun.